Bu günləri mən sizə çox maraqlı, amma çox zaman nəzərimizdən qaçan iqtisadi xərc anlayışına toxunacağam. Təbii ki, bu anlayış daha çox bir sahibkar, iş adamı, bir yatırım edən şəxs üçün çox vacib olan bir düşünmə və yanaşma tərzidir ki, bu iqtisadi alətin köməkliyi ilə daha düzgün qərarlar və etibarlı nəticələr əldə etmək olar. Bacardığım qədər daha asan və anlaşıqlı formada izah etməyə çalışacağam. Məsələn, biz hər hansısa bir iş görmək üçün nə qədər pul xərclədiyimizi düşündüyümüz zaman biz daha çox ödədiyimiz məbləğə fokuslanırıq. Amma heç də iqtisadi baxımından bu elə deyil. Ümumiyyətlə, iqtisadiyyat baxımından bizim bir qərar verdikdə nədən imtina etdiyimiz də bizim üçün çox vacib olan bir məqamdır. Buna biz daha çox itirilmiş imkanlar, itirilmiş fürsətlər və yaxud da iqtisadiyyatda alternativ dəyər anlayışı kimi qəbul edirik. Yəni, biz bir işi seçdikdə digər alternativlərdən imtina etdiyimizdə mütləq şəkildə onu da dəyərləndirib xərclərin tərkibinə daxil etməliyik. Bunu sizə bir sadə misal üzərində deyim. Deyək ki, biz hər hansısa bir yerdə mən işləyirəm və aylıq 2000 manat əmək haqqı alıram və qərara gəlirəm ki, mən öz şəxsi işimi qurum. Bu zaman mən işlədiyim yerdən imtina edirəm, çıxıram və təbii ki, bir biznes üçün, bir şəxsi iş üçün müəyyən yatırımlar edirəm. Mənim faktiki xərclərim var, əmək haqqı, icarə, malların, məhsulların alınması və s. Eyni zamanda mənim itirilmiş bir imkanım var ki, mən əgər bu işlə məşğul olmasaydım, təbii ki, çalışdığım yerdən hər hansısa bir əmək haqqı alacaqdım və o da həmin əmək haqqı alternativ imtina elədiyim dəyər də mənim faktiki görünən, yəni real xərclərimin üzərinə görünməyən gizli xərc kimi, itirilmiş fürsət kimi gəlir və bunun ümumilikdə cəminə biz deyirik iqtisadi xərc. Yəni, iqtisadi xərc bizim müəssisəmizdə baş verən mühasibat xərclərindən yanaşı, eyni zamanda fürsətlərimiz, alternativ dəyərlərimiz də bizim xərclərimiz kimi iştirak edir. İqtisadi məsələlər bizə bəzən çətin görünsə də, amma əmin olun ki, bizim həyatımızın müəyyən dövrlərində bu bizim üçün çox vacibdir. Və mən çalışdığım qədər də sizə daha asan və anlaşıqlı formada bu anlayışları izah edəcəm və inanıram ki, sizə bir faydası olacaqdır. Təşəkkür edirəm.